Yəni götürürsüz, şəkil çəkirsiniz və ona bənzər ya həmən produktu kataloqdan tapa bilirsiniz. Biz həmən texnologiyanı yaratmışıq. Yəni startupın dəyərlərindən biri networkdur. Bir neçə ilə bir bubble partladı, bazarlar crash oldu, amma o financial crashdır. Onun texnologiya aidiyyəti yoxdur. Azərbaycanda onu çox vaxt düşünmürlər. Networksuz investisiya tapmaq daha çətindir, nəinki network. Ən böyük üstünlüyü Azərbaycanın ekosistemi, yəni insanların. Məncə bizimkilər daha belə çevikdirlər. Mən ümumiyyətlə düşünürəm ki, startup kimi kiməsə satmaq daha çətin işdir. Tanışlıqlarla məncə investisiya cəlb eləmək daha asandır. Nay, salam, xoş gəlmisən. Həm bizim podkastda, həm də Azərbaycana səni bizim ekosistemin, mən əvvəlki qonağımıza da bu sözü demişdim ki, əvvəlki nəsil ekosistem oyunçular var, playerlər var, yaxşı tanıyırlar. Amma düşünürəm, yeni nəsil ekosistem oyunçuları tanımırlar. İstəyərdim ki, özünü bir tanıdasan, insanlar səni daha yaxşı tanıyarlar. Əlbəttə, çox sağ ol Cəmil. Adım Naildir. Mən Yuzu AI həm təşkiçisiyəm. Özüm Berlində yaşayıram. Yuzu AI süni intellekt üzrə vizual AI həllər verir e-commerce'lar üçün. Özüm yəni Azərbaycanda yaşamışam bir müddət. Məmməd Kərimlə çoxdan bir 10 ildən çox bir zamandan əvvəl həm Supaz, həm Xəzər Ventures-ı qurmuşduq. Birinci belə startup weekendi başlamışdı və çoxlu tədbirlər eləyirdik. Həm Azərbaycanda, həm Silicon Valley-də proqramlar eləyirdik investorlar və entrepreneurlar üçün. İndi 2017-dən 2016-nın axırından Berlində yaşayıram. Berlində yəni müxtəlif pozisiyalarda işləyirdim. Əsasən product management üzrə və süni intellekt üzərində və qurduğum startup da elə həmən komanda Sport Totalda işlədiyim zaman həmən komandada computer vision üzrə işləyirdik. Biz dünyada birinci kamera düzəltmişdik ki, hansı ki sport translasiyalarını eləyirdi. Kameraman, yəni operatorun ehtiyacı olmadan. Yəni sadəcə süni intellekt üzərində. Və yəni həmən komanda ilə biz indi Yuzu AI qurmuşuq. O sahədə yəni böyük necə deyim, təcrübəmiz var. İndi də elə bir ki, bir 6 aydır onun üzərində bu startup başlamışıq. Əla, uğurlar, çox yaxşıdır. Biz yeni qurulan startup xəbərlərini eşidəndə həmişə sevinirəm, həvəslənirəm ki, yeni nələrsə artıq yeni həllər, yeni texnologiyalar meydana çıxır. Yuzu AI nə iş görür? Hansı problemi həll edirsiniz siz bu startupla? Ümumiyyətlə e-commerce-lərdə yəni belə customer experience, yəni müştəri təcrübəsi çoxdandır dəyişilməyib. Yəni bizim əsas necə shopping experience necə olur? Yəni ki, indiki girəndə e-commerce-lərə sadəcə search eləyir insanlar və elə bir statik şəkillərə ancaq baxır. Biz ona görə vizual həllər veririk e-commerce'lər üçün. Yəqin Google Lens haqqında eşidibsiz. Google Lens yəni götürürsüz, şəkil çəkirsiniz və ona bənzər ya həmən produktu kataloqdan tapa bilirsiniz. Biz həmən texnologiyanı yaratmışıq, Yuzu Lens deyirik ona və onun üzərində həm search və recommendation engine yaratmışıq. Və onun üzərində də bir neçə vizual həllər yaratmışıq. Misal üçün, furniture marketplace-lər üçün, yəni mebel marketplace-lər üçün biz elə bir ki, room visualizer, user fill, user swap deyilən həllər veririk. Hansı ki, otağı həm müştəri e-commerce-ın üzərindən həm redesign eləyə bilir və kataloqdan həmən əşyaları tapa bilir. Və kataloqdan yükləyə bilir, tapa bilir, yəni öz otağını daha realistik formada göstərə bilir. Bizdə Magic Background 3D solutionlar da var, yəni ki, arxa backgroundu götürən və düzəldən hansısa bir stildə, yəni produktları daha yaxşı formada göstərən və ya da produktu 2D-dən 3D-yə çevirən həllərimiz var. Onu yəni belə paket kimi həm bundle mənasında, həm ayrı-ayrı solutionlar kimi həllər kimi biz veririk e-commerce-lərə. Hansı ki,
tamamilə başqa bir customer journey olur. Yəni o e-commerce üçün həm conversion rate artırır, həm engagement time artırır, həm sign up'lar, yəni e-commerce-a girənlər sayı da artır belə. Əla, uğurlar. Süni intellektin həyatımıza təsiri ilə vizuallaşma artıq sürətlə dəyişir, çevrilir. Azərbaycanda da mən bilirəm ki, müəyyən bir satışlar artıq desən həyata keçirirsiniz. Bilməm bunun anonsu vermək istəyirsiniz, yoxsa yox. İndi Almaniya təcrübəsinə danışdın. Mən istəyirəm ki, bu iki ekosistemi müqayisə eləyək. Nə qədər müqayisə eləyə biləriksə. Bilirəm ki, Avropada çətinliklər var. Çünki bürokratik məqamlar həddindən artıq çoxdur. Bu artıq Twitter'dan mimlər paylaşırlar bununla bağlı. Azərbaycan kiçik bazardır. Amma burada sürət var, biraz dinamika var. Çünki investorlara çox rahat tapa bilirsən, çata bilirsən, onlara hansısa tədbirə gedirsən və yaxud da qohumun, dostun, tanışın çıxır demək olar ki. Bayaqda da Məmməd Kərimin adını çəkdiniz. Bir çox tədbirlər gedib birbaşa özü ilə danışmaq olur. Azərbaycanla Berlin ekosistemi arasında hansı fərqlər var? Bizdə hansı yaxşı imkanlar var ki, biz onu daha yaxşı dəyərləndirə bilərik? Yəqin yəni ən böyük üstünlüyü Azərbaycanın ekosistemi, yəni insanların. O demək, məncə bizimkilər daha belə çevikdilər. Yəni daha və insanlar bürokratiyanı sevməyəndilər. Əslində belə baxanda Almaniyada da sevmirlər bürokratiyanı, sadəcə orada sistem məcbur eləyir ki, o sistemdən şey eləyəsən. Amma yenə də misal üçün insanlar orada privacy tərəfdən çox düşünəndilər. Azərbaycanda onu çox vaxt düşünmürlər. Özlərində misal üçün özləri əngəl eləyə bilər. Misal üçün deyək ki, yəqin GDPR haqqında eşidibsiniz də. GDPR privacy policy yəni ümum Avropa bir qanunudur. Orada nə məsələ var da? Misal üçün startuplar başlayanda birinci növbədə GDPR-dan düşünürlər. Yəni başlamamış texnologiya haqqında hələ düşünmədən o legal sistemi düşünürlər. Yəni Azərbaycanlılar misal üçün elə deyil də. Yəni Azərbaycanlılar məncə daha çox produktu, texnologiyanı, müştərini düşünər, amma Avropada o legal tərəfə çox fikir verirlər. Məncə yəni ola bilsin ki, yeganə üstünlük o da, onunla da bitir. Əlbəttə Almaniyada, yəni Berlin, yəni dünyada ən böyük hublardan biridir. O nə deməkdir? Hub o deməkdir ki, misal üçün deyək ki, yüzlərlə şirkətlər var da AI sahəsində. Orada hansı işçilər işləyir və bir müddətdən sonra, 5 ildən sonra, 6 ildən sonra o oradan çıxıb öz startupını quracaq. Yəni bizdə sadəcə o environment yoxdur. Yəni elə tipli şirkətlər yoxdur ki, bizdə də yüzlərlə, minlərlə founderlar çıxsın. Founderlar çıxa bilər, amma o təcrübədən çıxmır. Misal üçün computer vision üzrə təcrübəsi çox olan insanlar burada yoxdur. Yəni ümumiyyətlə süni intellekt üzərində. Yəni çox vaxtı insanlar necə deyim, API-yə, wrapperlar istifadə edib hansısa bir produktlar yaradırlar. O da normaldır. Yəni ki, sadəcə bizdə o scale, yəni maştab yoxdur da. Almaniyada həm maştab var, həm texnologiya, həm bilik. Sadəcə bir bürokratiya əngəli var ki, harda ki, misal üçün biz öz startupımızı Estoniyada registrasiya eləmişik. Çünki Almaniyada yəni çoxlu əngəllər var və Estoniyada onu yaratmaq daha tezdir. Amma gələcəkdə bir müddətdən sonra əlbəttə ki, yəqin ki, Almaniyada quracağıq və ondan sonra ümid edirik ki, yəni dünyada, qlobalda onu yəni bir neçə hublarda qura bilərik. Başa düşdüm. Almaniyada da çətinlik var. Bəs indi Azərbaycan bazarı necədir? Burada müştərilərlə danışırsınız, görüşürsünüz, məhsul satmağa çalışırsınız. Bizim ekosistemdə, bizim bazarda startupları qəbul eləyirlər, yoxsa hələ də çətinlik var? Çünki bəzi şəxslər Azərbaycanda satışlardan şikayət eləyirlər, deyirlər ki, bizi startup deyəndə bizi ciddiyə almırlar, deyirlər burada. Necə görürsən bunu? Mən ümumiyyətlə düşünürəm ki, startup kimi kiməsə satmaq daha çətin işdir. Nəinki deyək ki, hansısa bir adlı olan şirkət, yəni corporate kimi satmaq. Startupda ən böyük problem nədir? Trust məsələsi var da. Yəni ki, yəni müştərilər düşünürlər ki, ola bilsin ki, yarım ildən, bir ildən sonra bu şirkət dağıldı, onda mən nə edəcəm? O tərəf var. Ona görə o startupın işidir ki, həmin şirkətlə danışıb demək ki,
Yəni bizim həm texnologiyamız daha yaxşıdır, həm daha ucuzdur, həm daha əlverişlidir və yəni bizim bütün komanda buna dedicatedir. Yəni ki, bizim kimi support, customer service böyük şirkət sizə verməyəcək. Yəni o problem hər yerdə var. Mən də əslində bura gələndə biraz o problemi yaşadım. Yəni ki, onsuz da amma yenə də network üzərindən yəni görüşlər eləyə bildim və o plusdur. Ümumiyyətlə mən düşünürəm ki, ən böyük yəni startupın dəyərlərindən biri networkdur. Yəni ki, sənin bağlantılarla kiməsə çıxmaq daha rahatdır, nəinki əgər sən directly belə çıxacaqsan hansısa bir müştəriyə. O mənada, yəni ki, sağ olsunlar burada Məmməd də, yəni başqa insanlar da ki, kim mənə yardım eləyirdi o çıxışlar barəsində. Amma startup kimi B2B olsun, B2C olsun, fərqi yoxdur format. Satmaq daha çətindir, nəinki corporate. Və o, yəni belə deyil, zaman tələb eləyən bir məsələdir. Ona görə startuplar o barədə yəni daha da necə deyim, daha da çox çalışmalıdır və daha da necə deyim, Azərbaycanca bilmirəm necə, assertive belə şey olmalıdır, biraz çalışqan, daha önəm verən olmalıdırlar bu məsələlərə. Bayaq dediyin kimi də 10 il bundan əvvəl artıq Azərbaycanda bu networking ekosistem tədbirləri, ekosistem building tədbirləri keçirmisən. Mən düşünürəm ki, o vaxtdan sizin qoyduğunuz bu təməl artıq inkişaf eləyib Azərbaycanda. Mən də müəyyən bir vaxtlarda bu tədbirləri keçirmişəm, indi də keçirirəm. O tədbirlərdə çox adamlarla tanış olmuşam. Çox sağ olun ki, belə bir ekosistemin əsası qoymusunuz. Minnətdaram. Yuzu AI-dır. Biz sonunda AI deyirik. Big Tech-lərin bütün CEO-larının çıxışlarına baxsaq, hamısı AI deyirlər. Bu AI hype-dır, yoxsa həqiqətən bir value-su, bir həcmi, dəyəri olan ekosistemdir? Bunu nəyə görə soruşuram? Çünki Amerikada çox böyük şirkət, Big Tech-lər var, Google-dur, OpenAI-dır, Microsoft. Onlar bu işləri görürlər. Digər startuplar hər biri də özlərinə AI deyirlər. Onların həqiqətən bu işi görüb görmədiyini biz necə müəyyənləşdirə bilərik ki, onlar həqiqətən hər hansısa bir dəqiq dedicated AI tool təqdim edə bilirlər. Mən əslində Məmmədlə bu barədə danışırdıq. Mən onda deyirdim ki, hətta AI-ın hype-ı daha azdır. Yəni daha çox olmalıdır. Nəyə görə? Əlbəttə ki, indi belə deyək, bir bubble var şey olaraq da, yəni ki, financial tərəfdən. Amma texnologiya tərəfdən, yəni o bubble deyil də. Hərdə insanlar kripto ilə müqayisə edirlər ya blockchain ilə. Amma o tamamilə fərqli bir şeydir. Yəni AI-ın, yəni belə deyək, arxitektura tərəfdən, texnologiya tərəfdən verdiyi dəyər heç zaman nə blockchain verə bilər, nə kripto verə bilər və s. O, yəni tamamilə fərqli. AI-yı daha çox düzgün olardı internetlə müqayisə eləmək. İnternet texnologiya kimi də, yəni hansı ki bizi bütün dünyanı birləşdirdi də internet texnologiyası. Eyni cür AI, yəni ki AI internetin next level bir addımıdır. Əlbəttə ola bilsin ki bir neçə ilə bir bubble partladı, bazarlar crash oldu, amma o financial crash'dir. Onun texnologiyaya aidiyyəti yoxdur. AI daha da böyüyəcək, o crash olacaq və AI şirkətləri daha da böyüyəcək. Çünki bu bizim işlərimizi avtomatlaşdırır. Kim AI toolları öz gündəlik həyatında istifadə eləyirsə, görür ki 10x daha produktiv olur. Yəni daha yaxşı avtomatlaşdıra bilir öz işini. O mənada o, yəni texnologiya mənasında yəni hype daha azdır. Gəldi ki AI-ın tətbiq məsələsində. Çoxları deyir ki, tətbiq eləyirik və s. böyük şirkətlər də. Amma misal üçün Avropada onun tətbiqi mən düşünürəm ki, çox azdır. Yəni böyük şirkətlər məsələsində. Hamısı deyir ki, eləyirik, nə bilim nəyisə qurşuruq falan. Amma yəni daha dərindən baxanda o görürük ki, bunların tətbiqi sadəcə hansı bir wrapperdir, hansı API ilə nəsə eləyirlər. Amma düzgün infrastruktura qurmayıblar, düzgün user experience qurmayıblar. Yəni bir neçə AI agent tərəfdən ya modellərin özlərində tətbiq eləməyini çox belə, necə deyim, qeyri-professional eləyiblər də. Ya da ki, sadəcə indi hələm trial ya experimental
tərəfdədirlər. O mənada mən böyük bir Avropada böyük bir necə deyim, tətbiq, yəni böyük şirkətlər, bu konservativ tradisiyon şirkətlərdə deyək ki, banking olsun, başqa tərəflər olsun, görməmişəm. Danışırlar, çoxlu danışırlar, amma tətbiqi əslində çox azdır. Avropada tətbiqi azdır, amma San Fransiskoda tətbiqi həddindən artıq çoxdur. Keçən dəfə mən bir söhbətə qulaq asırdım. Orada danışırdılar ki, süni intellekt söhbəti Amerikanın özündə deyil. Sadəcə San Fransiskoda gedən bir söhbətdir. Kənara çıxsan bu söhbətlər artıq öz aktuallığın, trendliyin itirirlər. Həqiqətən də bu ekosistemdə, innovasiya ekosistemində olmaq üçün, süni intellektdən geri qalmamaq üçün səncə San Fransiskoya getmək vacibdir, yoxsa müəyyən bir mərhələdən sonra biz ora gedə bilərik? Biraz dəqiqləşdirə bilərsiniz sualı. Yəni San Fransiskoya nə mənada getmək və kimlər? Startaplar qurulandan sonra inkişaf üçün, böyümək üçün ora getməlidirlər, yoxsa? Yəni mütləq şəkildə San Fransiskoya yox, amma hansısa bir haba, yəni ki, hardakı AI inkişaf eləyib, məncə getməlidirlər. Çünki bizim regionda süni intellekt üzərində heç bir success story yoxdur. Yəni ki, və Qazaxstanda bir startap Hicksville, amma onlar da yenə, yəni onlar mən Qazaxstandandılar, amma o Amerika şirkətidir. Amerikadadır. Fal AI-da türklərin qurduqda, amma Amerikada qurublar. Yəni mən o mənada nəzərdə tuturam. Çünki burada mümkün deyil onu eləmək. Hicksfield AI ya Fal AI nəyə görə yarana biliblər? Çünki orada bir bazar olub, o network olub və o həmən founderlar bu sahədə işləyiblər və başa düşüblər ki, necə həmən böyük şirkətlərdən, Amazondan, Coinbase-dən çıxıb bunu qurublar. Ona görə o təcrübə onlarda olub. Azərbaycanda yəni harda Amazon yoxdur, Google yoxdur. Yəni şirkət olaraq da, yəni ki, o təcrübəni hardan yığsınlar? Remote-da elə işlər vermirlər. Hətta remote-da hansısa belə deyək, daha çox belə operasyon işləri daha çox verirlər. Hansı ki, o research tərəfdən, engineering tərəfdən çox da əhəmiyyəti olmayan işlər görürlər remote tərəfdə. Ona görə mən buradan hələlik heç bir şey gözləmirəm süni intellekt sayəsində. Ola bilər ki, çox ağıllı insanlar olsun falan, amma sırf o sahədə işləmədiklərinə görə mənim gözləntim yoxdur ki, burada süni intellekt üzərində nəsə çıxsın. Yəni tövsiyəm olardı ki, hansısa bir hublara getsin, mütləq San Fransisko deyil. Yəni hətta indi Çinə də gedə bilərsən. Çində çox böyük vizasızdır. Yəni ki, çox yer var. Hardakı süni intellekt sahəsi inkişaf eləyib və davamlı olaraq inkişaf eləyir. Azərbaycanda əfsuslar olsun ki, yəni həm şirkət mənasında yoxdur, həm bizdə R&D olaraq güclü bir elm əsası da yoxdur, fundament də yoxdur. Və belə deyək də, məncə böyük financial tərəfdən, dövlət tərəfdən də hələlik ona məncə böyük necə deyim, attention belə investisiya yoxdur. İnvestisiya yoxdur. Dövlət tərəfindən 5 milyon onu eşitmişdim. O rəqəm eşitmişdim. 5 milyon bir dənə startapa, özü də early stage, yəni startapa olan investisiya. 5 milyon dövlət büdcət. Yəni o çox balaca rəqəmdir. Yəni ki, ondan özü 10 milyon aldı. 10 milyon aldı. Proses burada biraz 20 milyon manat eləyir də, yəni ki. Bəs indi biz nə etməliyik? Yəni biz bu prosesdən çoxmu geridə qalacağıq? 90-cı illərdə itirdiyimiz kimi yenə də bunu itirəcəyik, yoxsa bizim potensialımız var, nələr biraz hərəkət eləsək onları əldə edə bilərik, o fürsətləri qaçırmaya bilərik? Mən elə dünən Tural'la, Məmmədlə, Tural Bədirxanlı ilə görüşmüşdüm və o barədə danışırdıq. Belə deyək, həllərdən biri odur ki, çalışmaq lazımdır ki, böyük şirkətləri, yəni Microsoft olsun, Google olsun, başqaları Azərbaycana cəlb eləmək. Yəni bizim local talent elə şirkətlərdə işləyəndə onlar faydalı belə startaplar qura bilərlər. Fal AI olsun, Hicksfield kimi startaplar qura bilərlər. Ondan öncə əgər elə şirkətlərdə təcrübələri olmayıbsa, onu qurmaq qat-qat daha çətindir. Misal üçün deyək ki, bizim sahədə indi mən Yuzuda işləyərkən mənim həm təsisçim Ömər hepsi burada işləyib.
orada birinci insanlardan idi ki o recommendation engine'i hepsi burada qurmuşdu. Search sistemini, recommendation tərəfini. Biz yəni o təcrübədən biz keçdik vizual search və recommendation hissəsinə. Yəni ki, o təcrübə olmasaydı, yəni daha çətin olardı. Computer vision üzrə bizə təcrübəmiz olmasaydı daha çətin belə bir şey qura bilərdi və tez bir zamanda. Misal üçün bir misal deyim. Biz Amazon Lens bizim kimi texnologiyanı, Lens texnologiyanı təxmini 2 ilə qurmuşdular və onu mənə orada işləyən bir injener demişdi də. Biz amma startup kimi onu bir neçə aya qurduq, yəni ki özümüz. Amma nəyə görə qura bildik? Çünki bizim o barədə, o sahədə təcrübəmiz var idi. Vector database tərəfindən təcrübəmiz var idi. Computer vision üzərindən, recommendation sistemlər üzərində və ona görə. Amma misal üçün Azərbaycanda hələm e-commerce yeni yaranır da, yəni ki təzə və indiki hələlik search belə sistemləri, recommendation sistemləri hələm daha primitivdir də, yəni ki böyük belə elastic search-ı belə tam da düzgün istifadə eləmirlər də texnologiya kimi. Ona görə o zaman tələb eləyir və mütləq lazımdır ki, mən indi Tural'la Məmmədlə danışanda ki, böyük şirkətlər gəlsinlər, burada satış ofisi yox, engineering, R&D ofisləri açsınlar. O olsa onda biz daha sürətli bu şeyə girə bilərik. Misal üçün deyək ki, Ermənistanı götürsək, ya Gürcüstanı belə. Misal üçün Ermənistanda daha çoxdur. Misal üçün böyük Amerikan şirkətləri orada ofislər açır. Nvidia gəlir. Onun da gəlmə səbəblərindən biri Nvidia'nın VP-lərindən biri, vice prezidentlərindən birinin erməni olmasıdır və diasporalarından müəyyən bir işləridir, təəssüf ki. Amma bizdə də talantlar həddindən artıq çoxdur. Biz Poligrafın komandası Azərbaycanda idi. Hələ də səhv eləmirəmsə var. Iometrinin komandası Azərbaycanda idi və digərlər. WeTravel'ın komandası Azərbaycanda idi. Sonra digər startaplar da var idi ki, mən bilirəm ki, Azərbaycanda 400 işçisi olan startap var idi. Back-office Bakıda idi. Bizdə talantlar var, sadəcə biz onu gərək biraz da inkişaf elətdirib düşünürəm ki, müasir iş mühitinə uyğunlaşdıraq və bu kimi qlobal şirkətlərdə Azərbaycana gəlsinlər bu talantlar görə, həm də ucuz olar yəqin ki. Amma onlar Hindistana qaçırlar artıq. Amerikada isə Hindistanlılara qarşı artıq vizada əngəllər yaranmağa başladı və rəsmi olaraq da bunu bildiriblər. Bizdə inkişaf gedir çox yavaş, çox belə deyək, sürəti zəif gedir, amma dünyada isə ekosistemlər böyüyür, inkişaf eləyir. Bəziləri deyirlər ki, süni intellekti ancaq böyük şirkətlər öz əllərinə alıb, digərlərinə imkan verməyəcəklər. Məsələn, OpenAI, Google və digər şirkətlər, ByteDance və digərlər. Bu həqiqətən belə olacaq, yoxsa digər startaplar onların bu ekosistemdə, bu tortdan bir parça götürə biləcəklər? Əlbəttə o təhlükə var. Yəni ki, böyük şirkətlərin bunu götürməyə. Amma misal üçün deyək ki, bilirsiniz də indi böyük mübahisə gedir open source, closed source tərəfindən, yəni ki, AI sahəsində də. Əslində belə bir şey. OpenAI çox, yəni əlbəttə birinci şirkətlərdən idi və birinci şirkət ki, hansı transformer arxitekturası üzərində belə möhtəşəm texnologiya, AI, süni intellekt texnologiyaları yarada bildi. Amma indi görürük ki, misal üçün Çinlə tanınmayan bir yerdən hansısa bir komanda çıxır və DeepSeek-i nəzərdə tuturam və tamamilə başqa bir necə deyim, təkliflə gəlir bazara. Çox ucuz qiymətə, daha yaxşı inkişaf eləmiş modellərlə, daha, yəni hamı istifadə edə bilər. Open source-sa, yəni ki, sənin üçün ancaq infrastruktura kostun olur. Yəni başqa kostların belə baxanda olmur, heç olmur. Ona görə mən düşünürəm ki, belə open source o mənada çox önəmlidir ki, birincisi daha çox startaplar yaransın və mən istəyərdim ki, misal üçün open source tərəfdən Azərbaycanda bir təlimlər olsun, ya deyək ki, elə tipli şirkətdir, DeepSeek olsun, başqa şirkətlər gəlsin, burada gəlsin, belə mərkəz açsın, harada ki, bizim də local talentlar orada open source-a contribute eləsinlər. Çünki o da bir təcrübənin, böyük şirkətdə olmasan belə, amma yəni dünyaya belə revolyusiya gətirən bir proyektlərdə işləyə bilərsən, iştirak edə bilərsən.
Misal üçün o DeepSeek-i çoxları bilir. Amma misal üçün Çindən başqa bir dənə də şirkət çıxmışdı və başqa bir texnologiya Kimi deyilən bir texnologiya, Kimi K2 modeli, o da bir revolyusiya idi və çoxlu indi startaplar və belə deyək, AI sahəsində bir həllər quran Kimi K2-nin modelini istifadə edir, LLM modelini. Tamamilə başqa bir arxitekturadır və onu hətta sadəcə LLM tərəfdən yox, computer vision tərəfdə də tətbiq edirlər. Object detection, segmentation tərəfdə. Bizim özümüz misal üçün o bir metodologiyanı istifadə edirik onlardan götürüb və çox da belə uğurlu bir texnologiyadır. O mənada yəni ümid edirəm ki, yəni bunu dəqiq deyə bilmərəm, çünki böyük şirkətlərin resursları daha da böyük olacaq gələcəkdə. Misal üçün OpenAI indidən hələ public şirkət deyil, amma 1 trilyonluq şirkət kimi dəyərləndirilir. Xəttə belə baxanda bir neçə ilin şirkətdir, yəni 10 ilin şirkətdir. Amma onlar özlərini cəmiyyət üçün xeyirli olacaq bir şirkət kimi qələmə verirlər və heç bir mənfəət güdmədiklərini rəsmi olaraq açıqlamağa çalışırlar. Orada da Elon Musk'ın biraz problemləri var hətta. Bu da dəqiq deyil bu məlumatda indi. Hamısı gözləyir ki, necə olacaq. Onlar yəni non-profit kimi başlamışlar. Yəni məqsədləri də o idi. Amma indi görünür ki, yəni onlar modeli dəyişdilər. Yəni for profitdir. O mənada mən OpenAI-yə çox da yəni güvənməzdim. Əlbəttə cəmiyyətə onsuz da böyük necə deyim, bir value gətiriblər OpenAI, yəni və o revolyusiyanı sırf onlar eləyiblər də. Yəni ondan maraqlı odur ki, o transformer arxitekturası bir 10 il var. Sadəcə bu belə populyarlaşdı sırf ChatGPT çıxandan sonra. Bəli. Amma texnologiyanın özü yəni çoxdan var idi. Yəni ondan bir 5 il, 6 il əvvəl belə var idi. Hazırda indi bu podkast noyabr ayı yayımlanır. OpenAI da ChatGPT-ni noyabr ayında təqdim edilmişdi. Amma onlar 2015-ci ildə başlamışlar bu prosesə. Səhv eləmirəmsə 2015-ci il noyabr 11-i qeyd eləmişlər. Bəlkə səhv eləmirəm, amma noyabr ayı idi. Bu 10 illiyin qeyd eləyəcəklər deyə bilirik. Bu prosesdən ən yaxşı istifadə edən mən düşünürəm ki, Microsoft oldu. Özü heç bir şey hazırlamadı. Demək olar ki, getdi OpenAI-ı özünə birləşdirdi. Amma Meta çox geridə qaldı. Məncə o Big Tech-lər arasında ən geridə qalan Metadır. İnsanlar artıq süni intellektinə həddindən artıq çox söhbət eləyir, danışır. Biz özümüz də nələrsə orada həll eləyirik. Sam Altmanın açıqlaması vardı ki, milyonlarla insan hər gün intiharla bağlı söhbət eləyirlər. Əvvəllər insanlar söhbəti sosial mediada edirdilər. Süni intellekt bizim həyatımızın bir parçası olaraq artıq sosial mediaları əvəz eləməyə başlayır. Yoxsa bu hələ çox gediləsi yoldur? Yəni əlbəttə bir hissəsini götürəcək də, yəni ki, həll eləyəcək. Yəni insanlar süni intellektlə elə sosial media kimi danışırlar. Amma əlbəttə insan faktorunu heç vaxt süni intellekt əvəzləyə bilməz. Çünki misal üçün deyək ki, özümüz də deyək ki, hansısa bir ya şahmat oynayanda, ya hansısa bir oyun oynayanda biri var ki, insanla oynayırsan, o bizə daha maraqlı olur, nəinki belə deyək, süni intellektin özündən. O mənada düşünürəm ki, insan faktoru heç yerə getməyəcək. Amma əlbəttə bizim gündəlik həyatımıza daha da çox girəcək. Yəni sadəcə cavan nəsil üçün yox, qocalar belə, yəni ki, daha yaşlı nəsillər belə süni intellekti istifadə edirlər. O mənada, yəni hər bir addımımızda, yəni ki, süni intellekt həyatımızda əlbəttə ki, baş verir. Biz Big Tech-lərdən danışdıq, AI-dan danışdıq, həm texniki, həm onun biznes tərəfindən, financial tərəfindən. Reallıq budur ki, startupların financial tərəfi biraz çətin olur. Startuplar isə digər proseslərdən də çətinlik çəkirlər. AI əslində çox fürsətlər gətirib, çünki çox problemlər yaradıb. İndi o problemləri həll eləmək üçün də startuplara ehtiyac var. Amma startupların özünün qurulub bir trayektoriyası var da bizim hamımızın bildiyi. Bir startup quran şəxs kimi, təsisçi kimi, founder kimi hansı proseslər, hansı çətinliklər var və onlar necə aşmaq lazımdır?
Biraz startupın özündən, modelindən da asılıdır, amma öz tərəfimizdən deyə bilərik də. Yəni ki, bizim üçün mən düşünürəm ki, ən böyük əngəl startup üçün early stage-də daha çox müştəri tərəfdir birinci növbədə. Yenə dediyim kimi o trust məsələsi, yəni inam məsələsi. Biri var ki, böyük şirkətsən, harda ki, deyək ki, böyük şirkətlər hətta daha çox pulla daha pis servisi verirlər, amma böyük şirkət olduğuna görə, yəni o birisi şirkətlər ona daha çox inanırlar. Məncə ən böyük əngəl odur. Əlbəttə ona əgər belə getsək, belə daxilə getsək, ən vacib şey məncə startupda komandadır. Yəni ki, əgər səndə yaxşı komanda varsa, əminliklə deyə bilərəm ki, o startup uğurlu olacaq. Çünki deyək ki, sən hansısa bir startup yaradıbsan, hansı modelin işləmədi, produktun işləmədi. Amma yaxşı komanda olanda onu daha erkən anlayıb modeli dəyişə bilərsən. Belə pivot deyirlər də, pivot eləyib başqa bir tərəfə gedə bilərsən. Misal üçün Qəribgili deyə bilərəm də. Qəribgilin WeTravel. Qəribgil başlayanda mən onların, yəni Qəribi çoxdan tanıyıram, yəni Məmməd də eyni. Onların erkən stadiyaları yadımdadır. Yəni ki, çox əziyyət çəkmişdilər. Yəni mən görmüşdüm Qərib nə qədər əziyyət çəkirdi. Yəni ki, belə deyək, yaxşı maaşlı işi atıb full in startupa girmişdi. Böyük banklardan birinin Azərbaycanda CTO-su olub. Daha sonra bir müddət. Ondan sonra Kaliforniyaya gedəndə də çox yaxşı yerdə işləyirdi, yaxşı maaş alırdı, amma WeTravel başladı. Və bir zamandan sonra gördülər ki, onlarda bu model işləmir. Birinci erkən modeli də daha çox sonra pivot elədilər fintech tərəfə. O nəyə görə mümkün oldu? Çünki Qəribgilin komandası yaxşıdır. Və onu görüb elə bir decision eləyə biliblər. Və indiki görürük ki, uğurlar yəni elə belə deyil də. Yəni ki, onların düzgün qərar verməkləri, o düzgün vaxtda pivot eləməkləri o uğuru gətirə biliblər indiki. O mənada komanda, yəni bir daxili tərəfdən desək, ən böyük əngəldir. Yəni və belə deyək, opportunity-dir. Əgər yaxşı komandan varsa. Xarici tərəfdən isə mən düşünürəm ki, müştərilər ilk növbədə, ikinci növbədə də investisiya tərəfdən. Çünki belə deyək, investorlarda, yəni çox vaxtı hətta texnologiya sahəsində ya süni intellekt sahəsində həmişə özləri texnik olmurlar. Onlar sadəcə rəqəmlərə baxırlar. Amma early stage-də məncə onlar texnologiya tərəfini daha çox anlasalar və komandaları daha düzgün analiz versələr, məncə daha düzgün qərar verə bilərlər. Çünki early stage-də, yəni lap early stage-də sırf financial tərəf məncə investisiya tərəfdən çox da önəmli deyil. Çünki o bütün financial projectionlar və s. onlar yanlış olur. Ən çox startuplarda maliyyə məsələlərinə şikayət edirlər, amma mən fikirləşirəm ki, bizim regionda investisiya var. Ona görə ki, bizim cəmiyyətdə hamı bir-birini demək olar ki, tanıyır və investora çıxmaq, birbaşa çıxmaq çox rahatdır. Avropada isə investorlara deyirlər ki, çıxmaq çox çətindir. Ümumiyyətlə dünyada bu belədir. 500 investora yazırsan, danışırsan, onlardan sadəcə bir neçəsi geri dönüş edir. Siz investisiya məsələsinə necə baxırsınız ki, indi investisiya almağı planlaşdırırsınız, yoxsa ümumiyyətlə bunu Avropada həyata keçirmək istəyirsiniz, yoxsa başqa bir yerdə? İnvestisiya məsələsi bizim üçün fokus deyildi. Birinci növbədə yenə deyirəm, müştəri idi bizim üçün fokus. Biz indi inşallah bir həftədən sonra başlayacaq Web Summit-ə hazırlaşmağa. Web Summit-də düşünürəm ki, Web Summit-dən sonra investisiya məsələsinə də daha ciddi baxacağıq. Bizim məqsədimiz nə idi? Biz düşünürdük ki, biz daha çox müştəri əldə eləyək və ondan sonra o traction-dan investorların yanına gələk. Investorlar, belə deyək, hər yerdə kimi məncə eynidir. Yəni ki, network'un varsa, access'in varsa, əlbəttə ki, o sənin işini daha rahatlaşdırır. Sən sıfırdan başlayırsansa, o investorları tanımırsan, referrallar yoxdursa, daha çətin olacaq. Belə deyək, bir dəfə Andreessen Horowitz'in belə ifadəsini eşitmişdim ki, deyir ki, mən belə cold emaillar, cold calllar falan onlara yəni fikir vermirəm. Çünki mənə warm introlar lazımdır.
deyir ki, əgər founder mənə o access-i tapa bilmirsə, o deməkdir ki, o öz homework-ını eləmədi. Yəni ev tapşırığını eləyə bilməyib. Mən yəni Andreessen Horowitz əlbəttə ki, indi böyük investordur, amma ümumiyyətlə düşünürəm ki, networksuz investisiya tapmaq daha çətindir nəinki networkla. Çünki onda ən azından sənin şansın var ki, sənə qulaq asacaqlar. Əgər sən sadəcə email yazırsansa, ya eventdə tanış olub bir dəqiqəlik elevator pitch eləyirsənsə, o məncə daha çətin məsələdir. Ola bilsin ki, elə məsələlər də olur, eventlərini də şey eləyə bilirsən. Amma warm introlarla, belə deyək, tanışlıqlarla məncə investisiya cəlb eləmək daha asandır. Məncə də elədir. Çünki mən çox startup təsisini görürəm. Həm Azərbaycanda, həm regional, həm digər ölkələrdə. Görürəm ki, kim investisiya alırsa çox yaxşı networklə alırlar. İndi mən burada çox danışmaq istəmirəm, amma Türkiyədə bunun çox yaxşı şahidi olmuşam ki, hətta bunu deyiblər də, E2VC-nin investisiyası var, Falaya investisiya edirlər. Onlar bunu sadəcə networkdən eləyə biliblər. Çünki E2VC-nin GPC General Partneri Enis Hulli, Falaya'nın təsisçisi, co-founderı Görkəmlə sinif yoldaşdılar. Sadəcə bu networkdən gələn bir introdur, oradan tanışlıqdır və belə bir yaxşı nəticəyə gəlir çıxır. Mən düşünürəm ki, Azərbaycan və regionda bunu eləmək çox rahatdır. Çünki Qazaxıstan, Azərbaycan, Türkiyə bunlar bir-birinə yaxındır və çox yaxşı networkə çıxmaq olur. İndi mənim bu son sualımdır, biz bunu da yekunlaşdıra bilərik. Biz startupdan danışdıq, UseAI-dan danışdıq, AI-dan danışdıq, dünyadakı imkanlardan danışdıq və sürətlə dəyişir. Mən əvvəlki podkastda da bu cümləni demişdim. Deyirəm ki, biz bunu hazırda bu podkastda çəkirik, amma yayımlayanda dünyada çox dəyişikliklər baş vermiş olacaq. Çünki ofisdən çıxıb bura gələndə də çox dəyişikliklər var idi, yolda xəbərləri oxuyurdum. Bu sürətli dəyişiklikdə startuplar hansı yolu izləməlidirlər ki, tez-tez pivot eləməli olmasınlar, dedicated irəliləyə bilsinlər, growth hacking edə bilsinlər? Yəni məncə bir neçə həllər var. Baxır startupın yəni nə üzrə ixtisaslaşır. Amma ən böyük indikatorlardan biri yəni müştəriyə qulaq asmaqdır. Yəni müştəriyə qulaq asmaq o demək deyil ki, onların feedbackinə, amma daha çox müştəri özünü necə aparır, onların necə deyim, pain pointları nədir, onu anlayıb həll eləməkdir. Yəni o ən önəmli şeydir. Biz misal üçün bizim müştərimiz Vivre var, Rumıniyanın ən böyük furniture marketplace-idir. Biz əslində pivot demək olar ki, B2C-dən B2B-yə elədik. Sırf onların feedbackini eşidəndə və daha çox opportunity gördük. Dedik ki, B2B-lərlə biz daha erkən scale eləyə bilərik. Biz çünki düşünürük ki, biz daha çox texnologiya, product tərəfdən dəyər veririk. Onlar isə o müştəri bazasından bizim texnologiyanı daha da inkişaf elətdirə bilər. Vivra bizlə başlayandan sonra onların, yəni ki, bir neçə statistikası çox inkişaf elədi. Yəni conversion rateləri artdı, engagement time'ları artdı, təzə müştərilər onlara gəldi. Bu siqnallara biz qulaq asıb texnologiyamızda inkişaf elətdiririk. Yəni ki, baxırıq ki, bunlara daha nə lazım ola bilər. Bu statistikaya, bu analitika eləyib və başqa müştərilərimizə eyni tipli nə servislər verə bilərik. O mənada birinci indikator məncə müştəridir. İkinci indikator, yəni ki, əlbəttə komanda ilə yəni araşdırıb tapmaq lazımdır ki, yəni siz product tərəfdən ya texnologiya tərəfdən hansı tərəfə gedirsiniz. Yəni bu sadəcə trendlərə baxmaq deyil. Trend də önəmlidir, amma trend məncə tam belə axırıncı belə önəmli olan bir şeydir. Daha çox yəni ki, bu texnologiyaların, produktlarla hansı bazarlara, hansı müştərilərə, hansı belə deyək, hansı imkanlar əldə edə bilərsiniz də. Yəni ki, saymaq lazımdır ki, biz bundan nə dəyər verə bilirik müştərimizə, cəmiyyətə və s. O mənada dediyim kimi, yəni ki, daha çox, yəni birinci növbədə müştəriyə, ikinci növbədə komanda ilə və öz komandanızın baxmaq lazımdır ki, texnologiya və produkt tərəfdən nə önəmlidir. Trendlər o qədər önəmli deyil o mənada.